Qədim Türklər ağaca sarılıb ağaca dua eləyiblər. Qədim Türklər bizim babalarımız Sevinç xanım meşədəki, bağındakı, bağçasındakı bütün meyvələri yığmayıblar. Deyiblər ki, burada quşların da payı var. Bax şükür budur. Deyir ki, meyvənin hamısını yığma. Quşlar gələcək, yollarda balalarını yemək aparmalıdır. Baxın, fikir verir. Suyun hamısını mən israf edə bilmərəm. Çünki suda ağacın da payı var, çiçəyin də payı var, böcəyin də payı var, insanın da payı var. Ey insan, ac göz olma deyir. Bax, dəngəni tut ya, ehtiyacın qədər götür də. Kur'an'ın ölçüsü bu. Bak deyir ki, her çiçeğe deyir salam söyle. Aman Allah'ım. Nizami çiçeğe insan kim bakı? Canlı olduğunu düşünüp, ağaca sarıl deyir, ağaca dua eyle, ağacı veren Allah'a dua eyle, meyvesinin hamısını yığma, koy kuşların da payı kalsın. Deyir ki, unutma ki, o meyveni daşıyan kuşlar da sana dua eyleyirler. Ama sen o duanı anlamırsan, çünkü onlar öz hallarıyla sana dua eyleyirler. Necə deyir dua edirlər? Baxın, fikir verir. Ağla bax, məntiqə bax. Deyir ki, o quşlar sənin bağındakı qurtları, böcəkləri, lazımsız şeylərin hamısını təmizləyir.